Son bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, Ukrayna və Rusiya cəbhəsində kritik vəziyyət var və cəbhədə gərgin anlar yaşanır. Rusiya irəliləyir, əks hücumda isə Ukrayna mövqeləridir. Qeyd eləyək ki, bugün 11 fevral tarixdə və Gündəm xəbərinin efirində müsavata istinadən bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, Donbas və Zaporojye istiqamətlərində hərbi əməliyyatların miqyası genişlənir və tərəflər arasında şiddətli döyüşlər davam edir. Rusiya silahlı qüvvələrinin Slavyansk və Kramatorsk istiqamətində strateji əhəmiyyətli mövqeləri ələ keçirildiyi bildirilir və Müsavat.com Deep State analitik resurslarının məlumatına istinadən Rusiya bölmələrinin bəzi kəndləri ələ keçirdiyini, nəzarətə götürdüyünü və hazırda Nikiforka istiqamətində irəliləməyə nail olduqlarını bildirir. Eyni zamanda cəbhənin digər sektorunda vəziyyət fərqli məcrada inkişaf edir. Ukrayna tərəfi Zaporojye vilayətində Rusiyanın hücum cəhdinin qarşısını aldıqlarını bəyan ediblər. Belə ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin Primorsk və Lukyanovski rayonlarında Rusiya bölmələrinin həyata keçirdiyi sıçrayışın və irəliləmə cəhdinin ləğv edildiyini bildiriblər və hazırda isə hər iki istiqamətdə mövqe döyüşləri davam edir və tərəflərin itkilər verdiyi xəbərləri gəlir. Analitiklər bildirirlər ki, Rusiya qüvvələri məhz Donbasda irəliləməklə Ukraynanın müdafiə xəttini yarmağa çalışır. Ukraynanın müdafiə xəttini yarmağa çalışan Rusiya ilə yanaşı, məhz Ukrayna isə Zaporojyedə əks həmlədə düşməni geri oturtmağa cəhd eləyir.